Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli müəllimlər. Hər birinizi xoş gördük. Bildiyiniz kimi yeni çərçivə sənədə əsasən təfəkkürün növlərindən produktiv təfəkkür təqdim olunub və müəllimlər testlərdə yaradıcı və produktiv təfəkkürü fərqləndirməkdə çətinlik çəkirlər. Yaxın anlayışlardır, lakin məqsədi, nəticəsi, tətbiq sahəsi baxımından fərqlənir. Testlərdə necə fərqləndirə bilərik? Yaradıcı təfəkkür fərqli baxışla yeni ideyanın tapılmasıdır. Yeni ideya, yeni həll yolu, yeni təklif irəli sürürsə, bu olur yaradıcı təfəkkür. Məsələn, şagird günəş enerjisilə işləyən mini soba hazırlamaq fikrini irəli sürür. Hələ bu fikri irəli sürüb, hələ beynində yeni fikir, yeni ideya formalaşıb. Produktiv təfəkkür isə həmin ideyanın tətbiqidir, yəni həyata keçirilməsidir. Enerji hesablamalarının aparılması, sobanın real modelinin qurulması, bu artıq tətbiq olur, yəni yeni ideyanın həyata keçirilməsi olur, bu olur produktiv təfəkkür. Yəni yaradıcı düşüncə ideya yaradır, produktiv təfəkkür isə onu həyata keçirir. Yeni orijinal fərqli ideyalar tapmaq, qeyri-adi həllər təklif etmək, bu olur yaradıcı təfəkkür. Yaradıcı təfəkkür ideyanın irəli sürülməsidir. İdeyanın həyata keçirilməsi, praktik istifadəsi, real nəticəyə çevrilməsi isə olur produktiv təfəkkür. Produktiv təfəkkürlə yaradıcı təfəkkürü qısa şəkildə fərqləndirsəz, yaradıcı təfəkkür yeni ideya tapmaqdır, produktiv təfəkkür isə o tapılan yeni ideyanın həyata keçirilməsidir, tətbiqidir. Yaradıcı və produktiv təfəkkürü fərqləndirmək üçün belə bir situasiyaya diqqət yetirə bilərik. Məsələn, şagirdlər məktəbdə külək və günəş enerjisindən istifadə edib elektrik istehsal edə biləcəkləri fikrini irəli sürürlər. Düşüncənin, yeni fikrin irəli sürülməsi, bu olur yaradıcı təfəkkür. Artıq hesablamalar aparılır, material seçimi edilir. Bu artıq produktiv təfəkkürdür. Yəni yeni ideya artıq həyata keçirilirsə, tətbiq edilirsə, çevrilir produktiv təfəkkürə.